həkim terapevt Yusifova Mədinə. Bu gün sizlərə mövsümi allergiyalar haqqında məlumat vermək istəyirəm. Adından da göründüyü kimi, mövsümi allergiyalar fəsil dəyişikliyi ilə əlaqədar olaraq əmələ gəlir və bu cür xəstələrdə allergik konjunktivit, yəni gözlərin qızarması, sulanması, qaşınması, allergik rinit, burun axması, asqırma, boğaz qıcıqlanması, öskürək, nəfəs almanın çətinləşməsi, dəri qızartıları, qaşınması kimi şikayətlərlə özünü büruzə verir. Bu cür şikayətləri olan xəstələrə evlərində toz toplayacaq əşyalardan maksimum dərəcədə az istifadə etmək tövsiyə olunur. Bundan başqa evlərində heyvan bəsləməməlidirlər və həmçinin tərkibində yun, pambıq, tük olan yataq əşyalarından istifadə etməməlidirlər. Küləkli havada çölə çıxmamaları tövsiyə olunur. Əgər çıxarlarsa, tibbi maskalardan və eynəklərdən istifadə etmələri məsləhət görülür. Dərman və digər müalicə üsullarına başlamamışdan öncə həkimə müraciət etmələri mütləqdir.